İzləyiciləri salamlayıram. Sizə əvvəllər də kanalda paylaşdığım videolarda məlumat vermişəm ki, mən Laçında özümün şahidi olduğum və əminliklə inandığım, kimlərinsə danışdığı, amma inandığım məsələlər haqqında Laçınlıları, xüsusilə gənc nəsli məlumatlandırmağı öhdəmə götürmüşəm. Deməli, Laçın işğal olundu, biz Laçından çıxdıq, getdik. Mən Bakıya getdim, mən bu aqrar sənaye kompleksi sahəsində işləyirdim. Və orada mənə iş təlif eləmişdilər. Azər müəllimi deməli qoydular Laçın rayonu üzrə icra hakimiyyətinin başçısı. Yəni Ali Sovet o vaxt İsa Qəmbər idi. Prezident hələ yəni səlahiyyətlərini icra eləyirdi. Prezident seçkisi olmamışdı. Azər müəllim də məni dəvət elədi Laçınlıların Bakı Soveti metrosuna yaxın, o vaxtki Bakı Soveti metrosuna yaxın, indiki İçəri şəhər metrosuna yaxın. Allah hamısına rəhmət eləsin, Malik Fərruxun qardaşı Əjdər İbrahimovun bir kafesi vardı. Orada Laçınlıların elə uzun müddət ora Laçınlıların görüş yeri oldu. Laçınlılar gəlib orada görüşürdülər, bir-birinin dərdinə yarayırdılar. Və orada da Azər müəllimlə görüşdük, mənə zəng elədi ki, gəl ora, mən də getdim. Azər müəllim dedi ki, bəs məni icra başçısı qoydular. Nəysə, gəl sən də mənlə gedə icra başçısına birinci müavin. Düzü mən belə dedim ki, Azər müəllim, birinci bizim rayonda icra başçısına birinci müavin iştihatı düşmür əhalinin sayına görə. İkinci də ki, mən düzəlirəm başqa bir yerdə işə, Laçın hələ nə vaxt olacaq, nə vaxt. Dedi, yox, nə danışsan, Laçın qısa müddətdə biz Laçına qayıdırıq, mən işin içindəyəm, sən istəməzsən ki, Laçında gedək, cəmaatımıza xidmət edəyək. Dedim, niyə istəmirəm, istəyərəm. Nəysə, elə oldu ki, Azər müəllim məni, yəni öz verdiyi daxili əmrlə, yəni baxmayaraq ki, bizim rayonda əhalinin sayı aşağı idi o vaxt, 65 min, 60 min əhali vardı, məni qoydu birinci müavin.